Halogenlərin müqayisəli xassələri. 52-ci sual. Hansı reaksiyadan alınan qaz halında məhsul adi şəraitdə suda yaxşı həll olur? Deməli, A variantında alınacaq alüminium xlorüz plus H2. Hidrogen qazı alınır. Hidrogen qazı da suda həll olunur. B variantında alınır kalium xlor plus O2. Oksigen qazı yenə suda həll olunur. C variantında alınır CO, dəm qazı. Bu da suda həll olunur. D variantında deməli alınan qaz artıq həll olacaq. Alınır NH3 plus H-brom. H-brom da hidrogen bromid qazı. Suda deməli yaxşı həll olan bir qazdır. Həll olub bromid turşusu əmələ gətirir. Ona görə cavabımız olacaq D variantı. Y variantında alınır N2 plus H2O. Azot qazı da bilirik ki, suda həll olunur. 53-cü sual. Hansı reaksiyadan alınan qaz halında məhsul adi şəraitdə yaxşı həll olur? Suda yaxşı həll olur. Deməli, bu dəfədə yenə B variantı olacaq. Çünki buradan da NH3 plus H2O, hidrogen yod əmələ gəlir. Bu da qaz halındadır normalda və suda yaxşı həll olub yodid turşusu əmələ gətirir. 54-cü sual. Halogenlər üçün hansı ifadələr doğrudur? Atomlarında cütləşməmiş elektron yoxdur. Deməli, bu yanlışdır. Çünki hər biri ümumi elektron formulu belə yazaraq NS üstü 2, MP üstü 5-dir. Yəni, P-ni çəkib göstərsək orbitalın içində normalda bir dənə tək elektronları var. Ona görə bir yanlışdır. Nüvələrinin yükü artdıqca hidrogenli birləşmələrin davamlılığı artır. Deməli, H-flor, H-xlor, H-brom, H-yod. Nüvənin yükü sıra nömrəsidir. Sıra nömrə yuxarıdan aşağı, yoda doğru artır. Yəni, yodun sıra nömrəsi daha çoxdur. Amma davamlılığı yoddan flora doğru artacaq. Yəni, ən davamlı olan H-flordur. Yəni, davamlılıq flora doğru artır. Amma nüvə yükü yoda doğru artır. Yəni, bu nüvə yükü artdıqca hidrogenin birləşmələrinin davamlılığı artır, xeyr, azalacaq. Bu yanlış ifadədir. Üçüncüdə deyir, qələm metallarla düz əmələ gətirirlər. Qələm metallarla, bəli, halogenlər düz əmələ gətirir. Məsəl üçün, natriumla, natrium flor, natrium xlor, yəni duzlardır da, natrium brom. Deməli, yalnız 3 A variantı olacaq. 55-ci sual. Halogenlər üçün hansı ifadələr doğrudur? Atomlarla cütləşməmiş elektron var. Bu dəfə elektronlar var deyir, bəli, bir doğrudur. Sonra nüvələrin yükü artdıqca hidrogenin birləşmələri davamlılığı azalır. Bəli, bu da doğrudur. Dedik ki, yoda doğru. Deməli, nüvənin yükü artır, davamlılıq da yoda doğru azalır. Çünki flora doğru artırdı. 2 də doğrudur. 3-də deyir, hidrogen uçucu birləşmələr əmələ gətirirlər. Bəli, qeyri-metallar hər biri hidrogenlə uçucu birləşmə əmələ gətirir. Bu da doğru ifadədir. Onda hər üçü doğru olacaq. B variantı. 56-cı sual. Hansı ifadələr xlor və yod üçün doğru deyil? Xlor və yod üçün. Hər ikisi natriumla reaksiya daxil olur. Bu doğru ifadədir. Bunu götürmürük. Kükürdlə reaksiya daxil olur. Deməli, kükürd xlorla reaksiya girəcək. Amma yodla reaksiya daxil olmur. Ona görə ümumi deyildir. Yəni, bunlar üçün doğru deyil. Biri 2 olacaq. Üçüncü, kalium bromdan bromu çıxarır. Kalium bromdan bromu xlor çıxarar. Amma yod çıxarmaz. Yəni, kalium bromidin üzərinə xlor 2 gələndə alınır kalium xlor plus brom 2. Amma üzərinə yod 2 gəlsək, reaksiya getməz. Ona görə bu da yanlışdır. 2-3 C variantı. 57-ci sual. Halogenlər reduksiyecilik xassələri artır. Bu zaman elektromənfilik və hidrogenli birləşmələrin turşuluq xassələri necə dəyişir? Biz onu təyin etməliyik. Deməli, halogenlər flor, xlor, brom, yod. Reduksiya edicilik xassəsi yuxarıdan aşağı artır. Reduksiya edicilik. Deməli, yuxarıdan aşağı reduksiya ediciliyi artır. Elektromənfilik isə aşağıdan yuxarı artır. Elektromənfiliyi artır. Onda reduksiya ediciliyi artanda, yəni deməli yuxarıdan aşağıya doğru istiqamətdəyik də bizim. Əgər reduksiya ediciliyi artırsa, elektromənfiliyi nə edir? Yuxarıdan aşağı. Azalar əlbəttə ki. Çünki o aşağıdan yuxarı artırsa, bu reduksiya ediciliyi artanda azalacaq. Deməli, X azalır götürərik. X azalır. Azalır, yəni. İndi keçək hidrogenli birləşmə. Hidrogenli birləşmə deyəndə bunların bir dənə yanlarını H yazsaq. H flor, H xlor, H brom, H yod. Hidrogenli birləşmələrinin turşuluq xassələri deyir.
Turşuluq xassəsi yoda doğru getdikcə artır. Aşağı həm də yazıram turşuluq artır. Yəni yodid turşusu daha qüvvətli turşudur. Reduksiya edicilik də artır bu istiqamətdə. Turşuluq da artır. Deməli Y artır olacaq. Artır. Azalır, artır Y variantı. %58-ci sualda H2S, H2 H6 sırasında hidrogen halogenlərin polyarlığı azalırsa. Deməli, mən yazıram H fluor, H xlor, H brom. Üçün qeyd eləyəcəm. 3 dənə də üçün. Yaxud fluoru yazmayaq, H xlor, H brom, H fluor. Nəsə, üçün ardarda indi qeyd elədim. Deməli, mən əvvəlcə hidrogen halogenlərin polyarlığı deyir azalırsa. Polyarlıq hansı istiqamətdə necə dəyişir? Əvvəlcə onu deyək. Deməli, polyarlıq fluora doğru qalxdıqca artır. Polyarlıq artır. Həm polyarlıq artır, həm də davamlıq artır bu istiqamətdə. Deməli, indi bu 3 dənə halogeni nəzərimizdə saxlayaq da, yəni bu üçü arasında elə bir münasibət quraq. İndi bizə deyir ki, H2S, H2 H6 sırasında hidrogen halogenlərin polyarlığı azalırsa deyirsə, H2S, H2 H6-ə doğru azalırsa, axı polyarlıq yuxarı artır, deməli yuxarıdan aşağıda azalar. Deməli, uyğun olaraq elə H2S, HY, HZ bu halogenləri bu şəkildə götürə bilərik. Ki, yəni H2S də, yəni H fluorda çoxdur axı. HY də biraz azdır, polyarlıq yuxarıdan aşağı azalar. H bromda daha azdır. Və ya brom olmasın, yod olsun. Fərqi yox, yuxarıdan aşağı azalar bir sözlə. İndi deyir ki, azalırsa, həmin sırada artan, azalan hansı halda doğru göstərir? Nə artar? Həmin sırada deyir. Yəni H2S, H2 H6 bu sırada. Yəni söhbət indi yuxarıdan aşağı gedir. Yuxarıdan aşağı və yuxarıdan aşağı nə necə dəyişəcək onu təyin etməliyik. A artandır, A'ya yazıram üstünə artan, B də azalan. Mörtərizə orada qeyd edib AB. İndi birinci faydaya baxaq. Hidrogen halogen molekulunun davamlığı. Deməli davamlılıq polyarlıqla eynidir. Polyarlıq artanda elə davamlılıq da artır. Bu istiqamətdə davamlılıq da artır. Onda H2S, H2 H6 sırasında polyarlıq azaldığına görə, yəni yuxarıdan aşağı davamlılıq da azalacaq. Deməli azalıra götürəcək birincini. Sonra halogen ionlarının reduksiyaciliyi. Reduksiyaciliyi yuxarıdan aşağı artır. Yuxarıdan aşağı. Yəni bu polyarlıq azalanda bu artacaq. Polyarlıq azalır axı 2-2 sırasında. Deməli, amma reduksiyaciliyi neyəcək? Artacaq. İkincini artıra götürürük. 2 oldu bu tərəfə. Sonra üçüncü, bəsit maddə halında halogenin oksijləşdiriciliyi. Yəni söhbət fluor 2, xlor 2, brom 2, yəni bunlardan gedir bəsit halda. Oksijləşdiricilikdə fluora doğru artır. Fluor ən qüvvətli oksijləşdiricidir. İndi axı biz fluordan broma tərəf, yəni aşağı istiqamətdəyik. Polyarlıq azalır axı. Polyarlıq azalanda oksijləşdiriciliyi neyəcək? O da azalacaq. Azalır o da. Deməli, üçüncü azalır olacaq. Dördüncü, halogen atom radiusu. Halogen atom radiusu yuxarıdan aşağı artır. Yəni, polyarlığın azaldığı istiqamətdə aşağı doğru atom radiusu artacaq. Yəni, 4 də bura. 2, 4. 2, 4, 1, 3. Cavab olacaq C variantı. 59-cu sualda yenə eyni tipli bir sualdır demək olar ki, bu dəfə də H2S, H2 H6 sırasında hidrogen halogenlərin turşuluğu artırsa, elə yenə bu istiqamətdir. Yenə mən düzdüyümdür. Çünki H fluor, H xlor, H brom bura doğru, turşuluq aşağı doğru. Turşuluq artır. Turşuluq artırsa əgər, turşuluq artırsa bu istiqamətdə indi polyarlıq məsəl üçün azalar, davamlılıq azalar. İndi nə xassələr deyir, bir-bir baxaq da. Yəni bu istiqamətdən söhbət gedir. İndi yenə A artan, bu artar. Bu da azalar. Azalar. Belə. Deməli, halogenit ionun reduksiya ediciliyi. Reduksiya edicilik yuxarıdan aşağı artır. Yəni, biri götürəcək artana. Çünki yuxarıdan aşağı istiqamətdəyikdə, turşunun artdığı istiqamətdə, deməli, bir artar. Hidrogen halogen molekulunun polyarlığı. Polyarlıq fluora doğru artır. Aşağıdan yuxarı artır. Onda turşuluq artanda polyarlıq azalar. Artıq, yəni biz yuxarıdan aşağı turşuluğun artdığı istiqamətdə isə, deməli, polyarlıq azalacaq. Çünki o yuxarı doğru artırdı. İkinci azalır. Üçüncü, bəsit maddə halında halogenin sıxlığı.
Halogenin sıxlığı artacaq. Bəsit maddə halında, yəni fluor 2. Bir dənə qeyd edək. Fluor, xlor, brom, bir dənə də hələ yod da yazaq. Deməli qazdır. Qazdır. Sonra brom mayedir. Yod da bərkdir. Bərkin sıxlığı daha çoxdur da. Yuxarıdan aşağı sıxlıq artır. Yadınızda qalsın. Deməli, bəsit maddə halında sıxlıq, axı turşuluq yuxarıdan aşağı istiqamətdəyik. Elə o da artacaq. Turşuluq artanda o da artacaq. Yəni artırı götürəcək 3-ü. 3 artırı. Belə. Dördüncü. Halogen atom radiusu. Radiusu yenə yuxarıdan aşağı artır. 4 də artırı. 1, 3, 4, 2. Y variantı. 60-cı sual. X, Y və Z halogenlərinin hidrogenli birləşmələrinin turşuluğunun azalma sırası HY böyükdür HZ-dən, o da HX-dən. Gəlin belə eləyək də, belə düşünək ki, bu H yoddur, ən qüvvətli sodur. Ondan sonra ondan üstəki H bromdur, bu da H xlordur. Və yaxud yodu qoyaq qırağa. H brom, H xlor, H fluor. Belə yazaq bu arıcılıqla. Fərqi yoxdur. Yəni 3 dənə halogen ya da bromu yazmayaq. H yod, H xlor, H fluor yazaq. Yəni əsas odur bu istiqamətdə getsin də. Turşuluq axı yoda doğru artır. Deməli, indi təxmini, yəni Y yod olar, Y yod olar, Z brom, X də xlor. İndi burada deyir hansı reaksiyalar gedər. Y X-i çıxarmağa çalışır. Y yoddur və hərəsinin özünün altında qeyd eləmişik də. Y-in altına yod, Z-in altına brom, X-in altına xlor. Y X-i, yəni yod, xloru çıxarmaq istəyir. Yəni reaksiya bu şəkildədir də. Yəni yod, üstə gəl, kalium, xlor. Bu reaksiya gedər. Xeyr, yod xloru çıxara bilməz. Deməli, birinci reaksiya getməyəcək. Sonra ikinci, X Z-i çıxarmaq istəyir. X xlordur, Z də bromdur. Xlor 2 plus kalium, brom. Bəli, bu gedəcək. Buradan nə alınar? Kalium, xlor, üstə gəl, brom 2. Yəni 2 gedəcək. Sonra Z Y-i çıxarmaq istəyir. Z Y, Z bromdur, Y də yoddur. Bəli, gedəcək. Brom 2 üstə gəl, kalium, yod. Buradan alınır kalium, brom plus yod 2. Brom yodu çıxarır da. Amma yod heç birini çıxara bilmir. Demək 3 gedəcək. Doğru cavab 2-3 Y variantı. Yenə 61-ci sualda elə bu tiplədir. Deməli, X, Y və Z halogenlərinin hidrogenli birləşmələrinin turşuluğunun azalma sırası belədir. Yenə turşuluq deyir. Yenə bu olsun H yod, bu olsun H brom, bu da H xlor. İndi Y Z-i çıxarmaq istəyir. Y nədir? Y xlordur. Z nədir? Bromdur. Bəli, xlor bromu da çıxarar. Yodu da çıxarar. Yəni Y buradan Z-i, bromu çıxara bilər. Bir doğrudur. Z X-i. Z brom da yodu çıxarar. Bəli, brom da yodu çıxarar. Amma yod heç birini çıxara bilmir. X Y-i, X yod artıq xloru çıxarmaq istəyir. Xeyr, bu yanlışdır. Doğru cavab 1-2. A variantı. (62-ci sual). Hansı qrafik H xlor, H brom, H yod turşularının reduksiyicilik qabiliyyətinin onların turşuluq xassəsindən asılılığını düzgün əks etdirir? Deməli, H xlor, H brom, H yod. Bu istiqamətdə yoda doğru turşuluq artır. Reduksiya edicilik də artır. Deyir, reduksiya ediciliyin turşuluqdan həm turşuluq artır, həm də reduksiya edicilik artır. Deməli, turşuluq artan istiqamətdə, reduksiya edicilik artan istiqamətdə belə deyək, turşuluq da artır. Yəni düz mütənasibdir, eyni istiqamətdə artırırlar. Yəni artan qrafik götürəcəyik. Bu da olacaq D variantı. 63-cü sualda deyir, hansı qrafik H xlor O3, H brom O3, H yod O3 birləşmələrin turşuluq xassəsinin onların molyar kütləsinin asılılığını düzgün əks etdirir. Molyar kütlə əlbəttə ki, yəni xlor, brom, yod buna doğru artacaq da. Çünki yodun ayrı daha böyükdür. Brom ondan kiçikdir, xlor daha kiçikdir. Yəni H yod O3-ün emiri daha çoxdur. Ona doğru, yəni soldan sağa emir artır. Yəni molyar kütlə belə M deyək, M artır. Amma turşuluq xassə H xlor O3 daha qüvvətli turşudur. H brom O3 biraz zəifdir, H yod O3 daha zəifdir. Yəni xlorat, bromat, yodat turşularda düz oksigen olmayanda H yod qüvvətlidir. H xlor, H brom, H yod bunları müqayisə eləsək yoda doğru artır. Amma oksigenli turşularında xlorunki qüvvətlidir. Deməli, emirin artdığı istiqamətdə turşuluq azalacaq. Yəni tərs mütənasibdir.
Y variantı. Altmış dördüncü sual. Bəsit maddə X mayedir. Söhbət indi və şərti oxuyana deyir ki, X, Y, Z 7-ci qrupun əsas yarımqrup elementləri olduğunu bilərik. Yəni, söhbət halogenlərdən gedir. Maye halında olan halogen hansıdır? Brom. X brom 2-dir. Qaz halında bir də bərk. Bərk olanda yod 2-dir. İndi qaz halında həm flyor var, həm xlor var. İkisindən birinin fərqi yoxdur. Qeyd eləmək olar. Nəyə görə? Deyərik ki, niyə indi burada? Çünki bax, aşağıda yod durur. Aşağıda yoddur. Üstdə bromdur. İndi xlor da yazsaq bu ikisindən üstü olacaq. Flyor da yazsaq. Fərqi yoxdur. Düşünək ki, bu da xlordur elə. Xlor 2. Xlor 2. Aha, indi deyir ki, onların oksidaşdırıcılıq xassəsinin artma sırasını göstərir. Oksidaşdırıcılıq aşağıdan yuxarı, hətta yəni flyora doğru da, yəni ən üstdə də flyorda, flyor ən güclü oksidaşdırıcıdır. Hətta flyor yalnız oksidaşdırıcısı, reduksiya edici olmur. Yəni aşağıdan yuxarı reduksiyacılığı artır. İndi deyir, daha doğrusu oksidaşdırıcılığı artır. Oksidaşdırıcılıq xassəsinin artması sırası. Yəni indi xlora doğru düzəcək də. Birinci ən zəifi yod, yəni Z gələcək. Z2. Ondan sonra gələcək brom, yəni X2. Daha sonra xlor, yəni Y2. Z2Y. ZXY. D variantı. Altmış beşinci sual. Halogenlər X, Y, Z xassələri və ya alınma üsulları. Deməli, X deyir, yalnız duzların ərintisinin elektrolizindən alınır. Yalnız duzlarının ərintisinin elektrolizindən alınır. Deməli, bu flyordur. Çünki flyor suda məhlulun elektrolizindən alınmır. Orada anodda oksigen əmələ gəlir. Amma digər halogenlər həm ərintinin elektrolizindən alına bilirlər, həm də suda məhlulun elektrolizindən. Deməli, bu X oldu flyor. Y həm oksidaşdırıcı, həm də reduksiyacı xassə göstərir. Z də adi şəraitdə bərk. Adi şəraitdə bərk olan da bildik ki, yoddur. İndi Y olaraq həm oksidaşdırıcı, həm də reduksiyacı biz xloru da qeyd edə bilərik. Bromu da qeyd edə bilərik. Hansı bir istəsə eləyə bilərik, çünki onsuz da bu brom da, xlor da flyorla yodun ortasında yerləşir. Elə xlor kimi qeyd eləyək. Amma brom da yaza bilər, onun heç bir fərqi yoxdur. Ortada da onsuz da. İndi ardıcılıqla üzərində onsuz da ortaya düşəcək. Deyir, halogenlərin oksidaşdırıcılıq xassəsinin artması sırasını göstərin. Oksidaşdırıcılıq da flyora doğru artır. Elə hal-hazırda düzülüş elə yoddan flyora doğru bu şəkildə. Yodda oksidaşdırıcılıq zəifdir, xlorda biraz yüksək, flyorda daha yüksək. Deməli, Z, Y, X olacaq. Z, Y, X. Elə A variantı. 66-cı sual. Yenə söhbət halogenlərdən gedir. Çünki şərtdə deyir X, Y, Z 7-ci qrupun əsas yarımqrup elementləri olduğunu bilərik. İndi ipuçları verib yenə bizə. X haqqında deyir ki, müsbət oksidaşma dərəcəsi göstərmir. Halogenlərdən bir dənə flyordur ki, yalnız oksidaşdırıcı xassə göstərir. Yəni, ancaq elektron alır, mənfi yüklənir. Müsbət göstərə bilmir. Yəni, X o dəqiqə bilirik ki, flyordur. Z-i də yenə bilirik, adi şəraitdə bərkdir. Bu da yoddur. İndi həm oksidaşdırıcı, həm reduksiyacı deyəndə, bayaqki 65-ci sualdakı kimi, yenə xlor da ola bilər, brom da ola bilər. Götürək, bu dəfə brom kimi təyin eləyək. Yəni, ortadan biridir də. Dəqiqə, brom. Brom 2. Ortadakı, flyorla yodun ortasına düşüyoruzdur. İndi bizə nəyi soruşur? Oksidaşdırıcı xassəsinin artma sırası. Axı flyorda dedik, ən qüvvətli oksidaşdırıcı flyordur. Flyora doğru. Yəni yod, brom, flyor bu istiqamətdə. Yəni Z, Y, X. Z, Y, X. D variantı. 67-ci sual. Turşular kütlələri AAA, neytrallaşmasına sərf olan natr müaşır mol sayı N1, N2, N3 və buna müqayisəsini verib. İndi X, Y, Z halogenlərin atom radiuslarının artma sırasını deyir, göstərin. Aha, deməli, mən 3 dənə elə hidrogen halogeni qeyd eləyəcəm burada. H flyor, alt-alta, yəni 3 dənəsini qeyd eləyəcəm. H xlor, H brom. Və hətta bunların emirlərini də qeyd eləyək. Deməli, H flyor 19-dur flyor. Hidrogenlə bir yerdə olacaq 20. Xlor 35,5-dir, hidrogenlə bir yerdə 36,5. Brom 80-dir, bir hidrogenlə bir yerdə olacaq 81. İndi, yəni bunu deyəsiniz ki, bəlkə ayrı biz əzbər bilmirik, bizim yadımızda qalmır. Amma ən azından burasını bilməlisiniz ki, flyordan, flyor, xlor, brom, yod, yəni aşağıya doğru getdikcə ayrı artar. Yəni yod da 127-dir ayrı, yəni görürsünüz yod daha çoxdur.
Yəni artır. Əsas onu bilmək lazımdır. Dəqiq mən qiyməti elə belə qeyd elədim bura. Yazmaya da bilərik. İndi nəyə görə qeyd elədim bunu? A. Yəni bu demək ki, bərabər kütlədə götürülüb. Bərabər kütlədə götürəndə həmişə, yəni biz bunu digər bölmələrdə də deyirdik, maddə miqdarında da istifadə olunur. Bir halda ki, yəni maddələr eyni kütlədə götürülüb, həmişə emeri az olandan daha çox miqdarda götürülür. Emeri az olandan daha çox miqdarda. İndi düşünək ki, üçün də biz 90, üçün də 90 qram götürürük. 90. Onda 90 qram götürəndə H fluordan birini götürsə elə 90 eləyir. H bromu da deyək, 81-də H kütləsi. Biz 90 eləmək üçün onu 1 tam neçə. Yəni görürsünüz ki, birdən biraz böyük. 36,5-i 90 eləmək üçün bu da 2 tam neçə. Dəqiq cavab yazmıram, lazım deyil, sadəcə müqayisədir. Yəni görürsünüz, emeri ən az olan 36,5 idi, ondan 2 tam neçə ən çox götürdük. Emeri ən çox olan 90 idi, ondan da ən az 1 götürdük. 1 tam neçə də ortadadır da, yəni 81 olan. Yəni bu o deməkdir ki, indi bunlardan da hansı emeri azdırsa ondan çox götürülüb, o da çox götürüləndə onun üçünün də axı reaksiya, natrium OH-la reaksiya girib, onun neytrallaşmasına sərf olunan natrium OH miqdarı çox olacaq. Yəni emeri az olandan mən əgər 2 tam neçə götürmüşəmsə, ona 2 tam neçə natrium OH sərf olacaq. Birin birə gedir reaksiyada. Ona görə lap reaksiyada natrium OH-ın əmsalına rəqəm başqa 2 düşər, nəsə düşər, məsəl üçün deyirəm, düşməyəcək bu reaksiyada. Amma düşsün lap, fərqi yoxdur. Yəni ümumiyyətlə az kütləli olandan çox götürəndə ona çox natrium OH işlənəcək. Ondan çoxlu məhsul alınacaq, belə deyək. Amma kütləsi çox olandan az mol götürmüşüksə, az mol maddə ilə girəcək, az mol məhsul alınacaq. İndi bizə sərf olunan natrium OH-ların mol sayını verib. N1 böyükdür. N3-dən, o da N2-dən. N1 böyükdürsə, deməli çoxlu natrium OH sərf olunubdursa, bu N1 çoxlu miqdardır. Bu H2-dən deməli çoxlu götürmüşük. Çox götürülmüşüksə, deməli H2-in kütləsi elə ən az olandır. Yəni düşünək ki, elə bu H fluordur. Emeri ən az olan H fluordur bunların içində. Daha doğrusu əksinə dedim. M1 böyüksə, emeri ən az olan hansı idi burada? H xlor. Emeri ən az olan H xlordur. Mən nə yazmışam burada? Yox, H xlor nədir? Emeri ən az olan elə 20-dir də. Burada mən səhvə yol vermişəm. Yazdığım 20-90 oxşuyur. Ona görə yazdığım hər şey səhv oldu. Biz bunu bir dənə təzədən bu hissəsini yazaq. Bu 20 deyil. Bu 90, yəni 90 deyil. Daha doğrusu bu 20-dir. 20-ni elə yazmışam. 90 oxşuyur. Amma indi 90-90 götürəndə indi 90-ı götürürük ki, mən onu 90 görüb 90 götürmüşdüm. Yəni dediyim hər şey doğrudur əslində. Yəni azdan çox götürürük, çoxdan az götürürük. Bu hissələr doğrudur. Sadəcə mən burada yəni səhvə yol verdim ki, mən onu 90 gördüm deyə 90 götürdüm. İndi içinin böyüyü ilə 81 götürəcək hamısını. 81-i də xəçində böyük. Hamısını 81 götürsək, onda H bromdan birini götürərik. Deməli, H xlordan yenə 2 tam neçəsini götürərik. H fluordan isə 81-i 20-yə böləndə 4 tam neçə ilə 4 yazıram. Yəni emeri ən az olan indi 20-dir, görürük ki. Bayaq mən yazdığımda emeri ən az olan H xlor idi. 90 yazmışdım H fluora. Ona görə ondan çox olmuş. İndi yox, H fluor da ən çox olan. Deməli, ən kiçik emerli 20-dən daha çox miqdarda götürür. Yəni dediyim qaydalar hamısı doğruydu. Sadəcə yazdığım ədədə görə, öz yazıma görə özüm də o hissəni səhv yazdım. Yaxşı ki, yəni son anda gördüm mən onu. Gördüm ki, yəni uyğunsuzluq yaranır. Deməli, H fluordan daha çox götürmüşük. Yəni burada M1 böyükdürsə, sərf olunan natrium OH çoxdursa, onun reaksiyaya girdiyi turşu da çox olmalıdır. Molca. Hansı molca çoxdur? H fluor. Kütləsi ən kiçik olan. Yəni deməli H2 olacaq elə H fluor. Belə. Sonra növbəti gəlir N3. M1-dən sonra N3. Orta miqdar. 4-dən biraz az mol miqdar olan, yəni kütləsi biraz çox olan H xlordur. Yəni elə N3 olanda, yəni HZ də yazacaq H xlor. Sonra kütləsi ən çox olanın axı ən az götürmüşük. Ən az götürdüyümüzə görə ən az da, yəni az miqdarda natrium OH sərf olub. Yəni N2 olana da H-də yazırıq H brom. Belə.
İndi burada artıq halogenlərimizi biz təyin eləmiş olduq. İndi atom radiusunun artma sırası ilə düzələcək. Atom radiusunun artma sırası ilə düzəndə biz bilirik ki, fluordan yoda doğru atom radiusu artır. İndi burada yəni ən az fluordadır, yəni X-dədir. X-dən biraz çox, fluordan sonra aşağıda xloru gəlir, Z-də olacaq. Z-dən də çox ən aşağıda brom, Y-də olacaq. X, Z, Y. Bu da hansı variantdır? B variantı. Deməli, 68-ci sual. Yenə eyni tipli sualdır. Bu dəfə eynilərin yerini dəyişik verib. Yenə eyni yanaşmadır. Yenə hal-hazırda lövhədə yazdığım buna uyğundur. Və yaxud necə 20-ni 90 kimi gördüm. Mən onu 20 dedim, səhv eləmirəmsə 19 üstünə bir gəndə 20. O 20 necə yazmışamsa 90 kimi görmüşəm. Ona görə deməli, indi yenə yazdığım görürük ki, ən az kütləli H fluordan çox götürürlər. Yəni N3 çoxdursa, çox natrimlar sərf olunubsa, deməli çox götürülüb. Deməli HZ bu dəfə H fluordur. H fluor için kütləsi az olan. Ondan sonra biraz böyük olan H xloru gəlir N1-in qabağında. Yəni HX-ə H xloru yazacağam. Ən az mol miqdarı olan, emeri ən çox olandır. H bromdur, yəni HY-də olacaq H brom. İndi halogenləri tanıdıq. İndi atom radiusunun artma sırası ilə yenə düzəcəyik. Ən kiçik atom radiusu olan fluordur, yəni Z-dir. Z-dən biraz böyük aşağıda, ondan sonra xlor gəlir, yəni X olacaq. Ondan da biraz böyük brom, yəni Y olacaq. Z, XY, D variantı. İndi bunu izləyən müddətdə yazdığım sualı. İndi kənardan bunu izləyən o 90, 20-ni ki mən 90 deyəndə həmin yəni adam ürəyi partlayır ki, bu necə 90 deyil axı bu. Bunun axırı hara gedəcək? Amma axırda şükür ki, səhvimi görürəm. Deməli 69-cu sualda 16,6 qram kalium yodid olan məhlulda yodu tam çıxarmaq üçün minimum neçə litr xlor tələb olunur? Yazaq. Deməli, kalium yodidin üzərinə gəlirik. Neçə litr xlor deyir? Xlor gəlirik. Burada xlor yodu çıxaracaq. Kalium xlor plus yod 2. Əmsallaşdırırıq. Bura 2, bura 2 düzəlir. İndi 16,6 qram kalium yodid. Üzərinə yazaq 16,6. Özünün emerini hesablayaq. Deməli, kalium 39-dur. 39. Yod da 127-dir. Cəmi eləyəcək, deməli 50, 67, 66, deməli 166. Amma əmsalda 2 var. 2 vur 166 yazaq elə. Neçə litr xlor tələb olunur? X litr, özü də 22,4 litr. Tənasibi əsasən buradan X-i tapsaq, deməli olacaq 1,12. Deməli X bərabər olacaq 1,12. Cavabımız olacaq A variantı. 70-ci sual. Kalium fluorid ərintisinin elektrolizindən alınmış. Baxaq. Kalium fluorid ərintisinin elektrolizidir. Deməli elektrolizini yazırıq. Kalium fluor ərinti. Elektroliz uğrayanda sadəcə kaliumla fluor alınacaq, parçalanır. Əmsallaşdırırıq. Bura 2, bura 2, yəni fluor 2 alınır da. Deməli 44,8 litr qazı alınmış, 44,8 litr qazı sudan buraxmışlar. Yəni buradan alınan qaz fluor qazıdır. Söhbət bundan gedir. Onu da sudan buraxmışlardır. Üzərinə su gələcək. Növbəti bir reaksiya edəcək. Fluorun üzərinə gəlir su. Buradan alınır H fluor. Üstəgəl O2. Əmsallaşdıracaq. Bura 1, 2. Yox, bir dəqiqə. Əvvəlcə oksigeni düzəltəcək. Bura 1, 2. Oksigen düzəldəndə hidrogen olur 4. Onda bura 4. Ona fluora da 1, 2 düşəcək. İndi alınmış 44,8 litr qazı. Deməli, fluor qazı 44,8 litrdir. Üzərinə yazırıq 44,8 litr. Özü 22,4-ü 2-yə vuranda özü də 44,8 litr. Və bu zaman neçə litr oksigen qazı ayrılar? Oksigen üzərinə X, özü də 22,4. X də bərabər olacaq, deməli, yenə 22,4-ə. Cavabımız olacaq C variantı. 71-ci sualda da yenə həmin elektrolizindən alınmış qazı sudan keçirərkən bu dəfə də oksigenin miqdarını verib.
Oksigeni 1,23,4 litr oksigen əmələ gəlmişsə, deyir, elektroliz zamanı A nöqtədən neçə litr qaz ayrılmış. Yəni, söhbət fluordan gedir. Fluor soruşur. Həmin qiymət 23,4 oksigen tapmamışıq. İndi 22,4 litr oksigen qoyanda da fluor da 44,8 litr çıxacaq. Burada cavab D variantı olacaq. Yəni, birinci reaksiyadan sonra indi bu dəfə oksigen üzərinə yazırıq 22,4, fluora X qoyuruq. Buradan da altdan öz həcmləri, fluor da X-də 44,8 litr çıxar. Yəni, D variantı olar. 72-ci sual deyir, hansı mərhələ doğrudur? Deməli, birinci mərhələdə xlor fluoru çıxarıbdır. Güya çıxarıbdır, yəni. Xlor fluoru çıxara bilməz. Fluor xloru çıxarar, amma xlor fluoru çıxara bilməz. Bir yanlışdır. Brom da xloru çıxara bilməz. 2 də yanlışdır. Yod da bromu çıxara bilməz. 3 də yanlışdır. Amma xlor yodu çıxarar. 4 doğrudur. Yod xloru çıxara bilməz. 5 də yanlışdır. Deməli, cavab 4. A variantı. 73-də də deyir, hansı mərhələ doğru deyil? Yanlışı soruşur. Brom yodu çıxarır, bu doğrudur. Xlor bromu çıxarır, bəli, bu da doğrudur. Amma yod xloru çıxara bilməz. Yanlış olan ilə 3-dür. 3. Növbətləri də baxaq, amma 3 yanlışdır onsuz da. Deməli, 4-cüdə xlorun kalium H gələndə kalium xlor O3. Çünki temperatur var burada. Temperatur olmasa kalium xlor O olardı. Kalium xlor O3. Burada kalium xlor O3 yazılıb elə. Bu doğrudur. Bir də su alınır bu arada. Kalium xlor O3 də manqan O2 iştirakında parçalananda kalium xlorla O2 alınır. Burada da O2 qeyd ediblər. Bəli, bu da doğrudur. Doğru olmayan 3-dür. Y variantı. 74. Halogenit məhlulu. Kaliumun halogenlərlə olan duzlarıdır. Deməli, gümüş NO3 məhlulu ilə əmələ gətirdiyi çöküntünün rəngi sarı, sarımtıl ağ. Deməli, bu duzların gümüş NO3 reaksiyalarına dəyişmə reaksiyası gedəcək. Buradan gümüş X, gümüş Y, gümüş Z çöküntüləri əmələ gələcək. İndi bu X, Y, Z də hansı halogen isə gümüşlə birləşəndə 300 də çöküntü olacaq. Və burada rənglərini deməliyik ki, rəngi hansıdır. Deməli, artıq reaksiya şəklinə yazmıram. Buradan dəyişəcək də kalium NO3, bir də gümüş X. İndi gümüş xlordursa əgər, bu ağ rənglidir. Rənglərini qeyd edək, ağ çöküntü. Gümüş bromdursa sarımtıl. Gümüş yod çöküntüsüsə sarı. Sarıdırsa deməli yoddur. X olacaq yod. X-ə yod. Sarımtıldırsa deməli bromdur. Brom. Ağdırsa xlordur. A variantı olacaq. 75-ci sualda da yenə NH4, kalium, natrium, bu dəfə yanındakı ionlar dəyişir, fərqi yoxdur. Yenə sarıdırsa bu olacaq yod. Sarımtıldırsa brom, ağdırsa xlor. Yod, brom, xlor. Yod, brom, xlor. C variantı. 76-cı sual. Reaksiyaların sol və sağ tərəfləri arasındakı uyğunluğu müəyyən edin. Reaksiyalarda nə alınır? Uyğunlaşdırmalı. Kalium manqan O4 parçalananda alınır. Kalium 2 manqan O4, manqan O2, bir də O2. Deməli, birinciyə 3. Sonra fluor üzərinə su gələndə alınır. H fluor, üstəgəl O2, 4-cü alınacaq. 2-yə 4. Xlor üzərinə kalium H gələndə oxun üzərində temperatur yoxdur, adi şəraitdə gedir. Alınır kalium xlor O, bir də su. Yəni kalium xlor O, kalium xlor su. Amma ikinci yox, O3 yox. Temperatur olanda O3 alınır. 5-ci ion gələcək. 3-cüyə 5. Manqan O2 üzərinə H xlor gələndə manqan xlor 2, xlor 2, bir də su. 6-cı, yəni manqan xlor 2, H2, xlor 2. Yer dəyişir, fərqi yoxdur. Deməli 4-də də 6. 3, 4, 5, 6. Və cavab olacaq A variantı. Yenə 77-də də uyğunlaşdıracaq. Deməli, kalium manqan O4 parçalanır, 3-cü alınacaq. Birincidən 3 alınır. Fluor üzərinə su gələndə H fluorla O2 4-cü alınacaq. Xlor üzərinə kalium H gələn temperaturdur, 2-ci alınacaq. Kalium xlor O3 alınır artıq burada. Sonra bir də kalium dixromatın üzərinə H xlor gələndə buradan kalium xlor, xrom xlor 3, xlor 2, H2O, yəni 6-cı cavab alınır. 4-dən də 6. 3, 4, 2, 6. 3, 4, 2, 6. C variantı. 78-ci sual. Birinci qabda reaksiya getmir. İkinci qabda, daha doğrusu birinci qabda reaksiya gedir. İkinci qabda reaksiya getmir. X, Y və Z halogenlərinin atom radiuslarını müqayisə edin. Deməli, bu X
Bu Z iyonu hansı halogendirsə, indi birinci qabda deyir reaksiya gedir. Bu X bu Z-i çıxaracaq. Yəni çıxardan X-dir, halogen şəklinə gəlir. Bu da Z məsəl üçün belə deyək də, natrium Z. Natrium Z demiş, natrium çıxanda indi Z mənfi iyonu qalır. Yəni duzun içindədir, bu duzdur, belə deyək. Duzun içindən bu halogen çıxaracaq Z-i. Onda bu deməkdir ki, X Z-dən üstə yerləşir. Yəni X Z-dən üstə yerləşir. İndi Y hardadır? Hələ onu təyin edərik. Axı birinci reaksiya gedir, yəni çıxarıbdır. Amma deməli X gəlib Y çıxarmaq istəyəndə deyir ikinci qabda reaksiya getmir. Deməli X Y-i çıxara bilmir. Çıxara bilmirsə, deməli Y X-dən üstə yerləşir. Tutalım belə deyək də, X xlordur, Z bromdur, Y də fluordur. Xlor bromu çıxarar. Yəni xlor 2 üzərinə gələrik natrium brom, alınacaq natrium xlor üstəgəl brom 2. Amma xlor fluoru, yəni xlor 2 üstəgəl natrium fluor. Bu reaksiya getməz. Ona görə, yəni ona uyğun olaraq, yəni bu belə görürük ki, Y, yəni fluor da ən üstədir, X ortada, Z də ən altda. İndi bizə deyir ki, X, Y, Z halogenlərin atom radiuslarını müqayisə edin. Atom radiusu yuxarıdan aşağı artır. Yəni Z də böyük olacaq X-dən, o da Y-dən. Z, X, Y. Elə A variantı. 79-da isə birinci qabda reaksiya getmir. Deməli, X Z-i çıxara bilmir. Deməli, X Z-dən altdadır. Çıxara bilmir, getmir də. Amma ikinci qabda reaksiya gedir, X Y-dən üstədir. X Y-i çıxara bilir. Demək, Y X-dən də aşağıdadır. Ki, X Y-i çıxara bilir. Yenə atom radiusu aşağı doğru artacaq. Aşağıdakı Y-2 böyük olacaq X-dən, o da Z-dən. Y X-dən, o da Z-dən. A variantı. Sual. Bromdur, yoddur. Deməli, iyonlaşdıracaq. Nişastanın təyində istifadə olunur. Bu yoddur, yoddan. Üçüncüyə 1. Suda məhlullə doymamış karbohidrogenlər təyin edilir. Doymamış karbohidrogenləri üzvü kimyada bromla təyin olunur. Deyirik ki, bromu suyu rəngsləşdirir. Yəni ikinci broma aiddir. Ki, bura. Sublimasiya edən bərk maddədir. Bu yoddur. Yod, yəni bərkdən qalsanla keçir birbaşa. Bu sublimasiya edir. Yəni 1, 3. Hidrogenlə qarşılıqlı təsirdə olur. Hər ikisi. Hər ikisi hidrogenlər daxil olub, hidrogen halogen əmələ gətirirlər. Qırmızı qonur rəngli mayedir. Bu broma aiddir. 5. Moleküllər quruluşludur. Hər ikisi. 6. 2, 5, 4, 6, 1, 3. 2, 5, 4, 6, 1, 3. C variantı. 81-ci sual. Deməli, kütlələri yenə bayaqki suala oxşardır da. Kütlələri M. Yəni, bərabər kütlədə götürülür. Halogeni iyonlarını çöktürmək üçün sərf olunan gümüş müsbət iyonun sayı. Bayaq deyirdi, sərf olunan natrium hidroksidin mol sayı, indi gümüş müsbət iyonun sayı. Fərqi yoxdur. Yəni, yenə bunlar bərabər kütlədə götürülübsə, deməli, kütləsi az olandan çox götürülüb, çox olandan az götürülüb. Əksi nədir? Yəni, az olandan çox götürəndə ona çox sərf olunlar bu gümüş müsbət iyonu. Kütlə çox olan, emir çox olandan az miqdarda götürəndə az sərf olunlar. Yəni, əgər N1 böyükdürsə, deməli, bu natrium X-in emiri ən kiçikdir. Emiri ən kiçik elə bu olsun fluor. Fluorun emiri ən kiçik, daha ən üstdəki. Sonra N3 gəlir, N3. N3 ortada olsun xlor. Sonra N2 ən az miqdardadırsa. Niyə az miqdarda sərf olunur? Çünki az mol götürüblər. Çünki emiri ən böyük olandır. Bu da olsun brom. İndi 3 dənə halogen yazıq da, yod da yazarıq. İndi 3-ü arasında da, yəni burada brom 2 bu ikisindən ən yüksəkdir. İndi bunları da deməli, halogenlərin deyir, atom radiusuların artma sırası. Atom radiusu fluor, xlor, brom. Bu istiqamətdə artır. Yəni, ən kiçik fluordur, yəni X, R2, ondan sonra biraz böyük xlor olan, yəni RZ, ondan da biraz böyük olan bromuncu, yəni RY. XZY. XZY. A variantı. 82-ci sual. X, Y, Z və T halogenlərini müəyyən edin. Deməli, buradan biz nə görürük?
Burada halogenin bir-birini çıxarmasına görə, deməli, 4 dənə halogenin 4-ünü də yazıram. Flyor, xlor, brom, yod. Deməli, flyordan yoda doğru bir-birini çıxarırlar. Flyor fikir verirsiniz, altdakı 3-ünü çıxara bilir. Yəni, flyor, hər birinin qarşısına içərisini çıxartdan yazıram. Flyor 3-ünü çıxarır, özündən altda gələnlər 3-ün. Xlor 2 halogen çıxarır, bromdan yodu. Brom da 1-ini çıxarır. Yod da 0. Yod da heç birini çıxara bilmir. İndi, deməli, baxıraq. Məsəl üçün, T-yə fikir versəz, T-dən 3 dənə ox çıxır. 1, 2, 3. Yəni, T həm X-i çıxarır, həm Y-i çıxarır, həm də Z-i çıxarır. Çıxarır mənasındadır. Deməli, T nədir? 3-ünü çıxaran. Flyor. T oldu flyor. Sonra X. X ikisini çıxarır. X ikisini çıxarırsa, deməli, xlordur. Həm bromu, həm yodu çıxarır. X olacaq xlor. Sonra Z-ə fikir verin. Z-dən bir dənə ox çıxır. Amma ikisi Z-ə doğru gəlir də. Z-ə ikisi çıxarır. Deməli, bu bromdur. Birini çıxara bilir. Amma onu ikisi çıxarar. Bu Z-ə ikisi çıxarır. Həm X, həm T. Həm xlor, həm flyor. Deməli, Z nə oldu? Z oldu brom. Y isə Y heç birini çıxara bilmir. Ancaq Y çıxarırlar. Görürsünüz, flyor da çıxarır, xlor da çıxarır, brom da çıxarır. Y nə olacaq? Y də olacaq yod. Xlor, yod, brom, flyor. C variantı. 83-cü sual. Hansı mərhələ doğru deyil? Deməli, flyor xloru çıxarır, bir doğrudur. Xlor natrium OH-la reaksiya yerində, oradan natrium xloro, bir də suallar, yəni natrium xlor veriblər, bəli, bu doğrudur. Natrium xlorid elektroz uğrayır, buradan xlor əmələ gəlir, bu da doğrudur. Xlor hidrogenlə reaksiya girib, H-xlor alınır, bu da doğrudur. H-xlorla da xrom reaksiya girəndə reaksiya gedir. H-xlorun üzərinə xrom gəldə gedir. Sadəcə buradan xromun 2 valentli duz alınır. Xrom, xlor 2 plus H2. Dəmirdə də belədir. Dəmir H-xlorla girən, dəmir xlor 2 plus H2. Nə zaman xrom xlor 3 alınır və yaxud dəmir xlor 3 alınır? Tək xlor, deməli, tək xlor 2-nin üzərinə xrom gəlsək, H-xloru yox, xlor 2 sərbəst. Bu zaman xrom xlor 3 alınır. Və yaxud dəmir gəlsək, dəmir xlor 3 alınır. Deməli, halogen özü ilə girəndə 3 valentli alınır, hidrogen halogen ilə girəndə 2 valentli alınır. Onda hansı mərhələ doğru deyil? 5-ci mərhələ, C variantı. Çünki nə alınmalıydı oradan? Xrom xlor 2 alınmalıydı. 84-də də hansı mərhələ doğru deyil? Flyor xloru çıxarıb doğrudur. Xlor natrium OH-la bu da doğrudur. Sonra xlor hidrogenlə doğrudur. Yenə dəmir. Elə indi mən dedim. Dedim xrom kimi dəmir də elədi. Buradan da dəmir xlor 2 alınmalıydı. Bir də H2. Dəmir amma təkcə xlor 2 ilə girəndə dəmir xlor çalınır bu zaman. Yəni doğru olmayan 5. C variantı. 85-ci sual. X, Y, Z və T elementləri 7-ci A yarım qrupunda yerləşir. Yəni halogenlərdir. İyonlaşma enerjisi ən böyük olan X. Düzələcək indi. Deməli, iyonlaşma enerjisi aşağıdan yuxarı artır. Ən böyük olan X-dirsə, X olacaq flyor. Sonra Y-in elektromənfiliyi Z və T-dən azdır. Y-in elektromənfiliyi Z və T-dən azdır. Elektromənfili yuxarı doğru artırsa, aşağı doğru da azalır. Deməli, Y ən aşağıdadır. Y ən aşağıdadır və yoddur elektromənfiliyi. Həm Z ilə T-də ortadadır. İndi hansı-hansıdır deyəcək. Deyir, HZ-in polyarlığı HT-dən daha çoxdur. Polyarlıq yuxarıya doğru artırsa, HZ-inki də HT-dən çoxdursa, deməli Z yuxarıda yerləşir, T aşağıda yerləşir. Bunu H-la indi bizə deyir polyarlığı. Amma biz təkcə H-sız halogenləri qeyd edirik ki, Z yuxarıda, T aşağıdadır. Deməli, belə. Belə deyək də, Z-i buradan yazaq, T-ni buradan. İndi bu arada Z olacaq xlor, T olacaq brom. İndi deyir ki, buna görə elementlərin yuxarıdan aşağıya doğru sıralaması hansı halda doğru verilmiş. Yuxarıdan aşağı elə görürük də, gözümüzün qabağındadır X, Z, T, Y. X, Z, T, Y. D variantı. Halogenlərin özlərinin elə belə qeyd eləmişəm yanında. Yəni biz bunu qeyd eləməyə də bilirik. Elə bu ifadələrə görə ardıcıllıqla düzmək olur. Sonra 86-cı sualda yenə deyir, iyonlaşma enerjisi ən böyük olan X-dir. Artıq halogen qeyd eləməyəcəm. Ən böyük X-i ən hündürdəki X-dir. Çünki yuxarı doğru artır iyonlaşma enerjisi. Y-in elektromənfiliyi Z və T-dən azdırsa, yenə Y ən aşağıdadır.
İndi HT-nin polyarlığı HZ-in polyarlığından azdır. Polyarlıq yuxarıya doğru artır, aşağı azalır. HT-ninki azdırsa, T aşağıdadır, Z yuxarıdadır. Sonra bizdən nəyə soruşur? Yuxarıdan aşağıya doğru sıralama. Yenə X, Z, T, Y. X, Z, T, Y, B variantı. 87-ci sual. Yenə X, Y, Z, T halogenlərdir. İyonlaşma enerjisi ən az olan Z-dir. Yəni Z ən aşağıdır. İyonlaşma enerjisi yuxarı doğru artırsa, aşağıya azalır. Y-in elektron mənfiliyi X-dən az, T-dən isə böyükdür. Deməli, Y X-dən T-nin ortasına yerləşir. Y-in elektron mənfiliyi deyil, X-dən azdır. Elektron mənfiliyi yuxarı doğru artır. Deməli, X-dən azdır. Deməli, X-dən aşağıdır. X-dən aşağıdır. Y T-dən də necə? T-dən isə böyükdür. Yox, bir dəqiqə, nə yazım? Y-in elektron mənfiliyi X-dən azdır. T-dən isə böyükdür. T-dən yuxarıda olacaq. T-dən. Deməli, T buradadır. Y də buradadır. X də var. Bunu başa düşdük ki, buradan. Y-in elektron mənfiliyi X-dən azdır. Yəni, X aşağıda yerləşir də. Amma T-dən isə böyükdür. T-dən yuxarı. Elektron mənfiliyi yuxarıya doğru artır. Z-dəki ən az yonlaşmaydı. O da onsuz da aşağıdaydı. Belə. Sonra deyir, HT-nin polyarı HZ-dən çoxdur. HT, onsuz da biz artıq tam düzmüşük. Üçüncü ifadədə bir dənə baxaq. HT-nin polyarı yuxarı doğru polyarı artır. HT HZ-dən böyük olarmı? Bəli, yuxarıdadır HT. Hamısını artıq düzmüşük. İndi deyir ki, yenə yuxarıdan aşağıya doğru sıralanma. X, Y, T, Z. X, Y, T, Z. Cavab olacaq Y variantı. 88-ci sual. Deyir, halogenləri müəyyən edin. Yenə bir-birini çıxarmasına görə müəyyən edəcəyik. Z, Y çıxarıb, X, Z çıxarıb. Onda belə eləyək də. Deməli, Z, Y çıxarıb. Z, Y-dən üstədir. X, Z çıxarıb. X də Z-dən üstədir. T də X çıxarıb. T də X-dən üstədir. Artıq məlum oldu. T olacaq flor, X xlor, sonra Z brom, Y də yod. Deməli, X oldu xlor, Y oldu yod, Z oldu brom, T də flor. Xlor, yod, brom, flor. Y variantı. Hı. 89-cu sualda yenə bu şəkildə X Z-i çıxarıb, Y X-i çıxarıb. Deməli, X Z-i çıxarıb, ondan üstədir. Y də X-dən üstədir. T də Y çıxarıb, T də bundan üstədir. Deməli, T flordur, flor. Y olacaq xlor, Y xlor. X olacaq brom, Z də olacaq yod. Brom, xlor, yod, flor. C variantı. 90-cı sual. Turşu molekulunda oksigenin kütlə payı A, B, C-dir. Deyir, F böyükdür X-dən, o da Z-dən, o da Y-dən böyükdürsə. Burada oksigenin saylardır da. Biz də bilirik ki, ümumiyyətlə, halogenlərin oksigenli turşuları, indi bu xlorla olan turşuları bir dənə qeyd edəsik. H xlor O var, H xlor O2, H xlor O3, bir də H xlor O4. İndi, əgər F böyükdürsə, F deməli 4-dür. F deyil, yoxsa bu? T daha doğrusu. T deməli 4-dür. Bu oldu 4. Ondan sonra X gəlirsə, X də deməli 3-dür. Yavaş-yavaş oksigenin sayı azalır. Sonra Z deməli 2-dir, Y də 1-dir. İndi oksigenin kütlə payı müqayisə etsək, hidrogenlə xlorun sayı hər birində eynidir. Deməli, belə bir halda oksigeni çox olanın oksigenin kütlə payı çox olacaq, oksigen az olanda oksigen kütlə payı az olacaq. Yəni, oksigen 4 olanda, yəni D ən yüksəkdir. Oksigen 3 olan biraz zəifdir, yəni A-dan, A kiçikdir biraz. Ondan biraz kiçik olan, oksigeni 2 olan, yəni C, ən az oksigeni olan B-də ən kiçikdir. D, A, C, B. Cavab olacaq B variantı. 91-ci sual. Halogen XY-dir. Nisbi atom kütləsi, bir də iyonlaşma enerjisi. Müqayisə eləməliyik.
Deməli, halogenlərdə flor, xlor, brom, yod. Nisbi atom kütlə yuxarıdan aşağı artır. Yazıram air artır. İyonlaşma enerjisi aşağıdan yuxarı artır. İyonlaşma artır. Yəni, o nisbi atom kütləsi çox olan halogenin iyonlaşma enerjisi az olacaq. Nisbi atom kütləsi az olan halogenin iyonlaşma enerjisi çox olacaq. Yəni, bu müqayisə əksinə olmalıdır. Yəni, məsələn, A variantında X-in ayeri Y-dən kiçikdirsə, onda X-in iyonlaşması Y-dən böyük olmalıdır. Yəni, bura kiçikdirsə, bura əksinə belə müqayisə olmalıydı. Yanlışdır. B variantında X-in ayeri Y-dən böyükdürsə, indi X-i böyük göstərir, elə Y1 də Y2-dən böyük göstərir. Xeyr, onda Y2 Y1-dən böyük olmalıydı. Yanlışdır bu da. C-də bərabərik, D-də bərabərik. Bunlar mümkün deyil. Y variantı. X-in ayeri Y-dən böyükdür. İndi X-in iyonlaşması Y1-dir, Y2 də Y2-dir. Amma görürsünüz, Y2 Y2 Y1-dən böyükdür. Deməli, cavab olacaq Y variantı. Yəni, əksinə. Əgər X Y-dən böyüksə, Y2 Y1-dən böyük olacaq. Yox, Y X-dən böyüksə, onda Y1 Y2-dən böyük. Belə bir müqayisə olmalıdır, yəni. Ya o variant, ya bu ikisindən biri olur da. Deməli, cavabımız olur Y variantı. Yenə 92-ci sualda. Bu dəfə atom kütləsi, bir də atom radiusu. Nisbi atom kütləsi ayər qeyd eləmişəm. Yuxarıdan aşağı artır. Amma atom radiusu da yuxarıdan aşağı artır. Bu da yuxarıdan aşağı. Deməli, radius yazıram. Radius artır. Aha, onda eyni müqayisə olacaq. Əgər X-in kütləsi Y-dən böyüksə, R1 də R2-dən böyük olmalıdır. Və yaxud Y X-dən böyüksə, R2 R1-dən böyük olmalıdır. A-da bərabərlikdir. B-də əksinədir. C-də bərabərlikdir. D variantında X kiçikdir Y-dən, R1-də kiçikdir R2-dən. Cavab D-dir. Y-də yenə əksinədir. 93-cü sual. Yenə bayaqki tipli bir sualdır. Yenə kütlələri bərabər kütlədə götürülüb. M. Qələm metallar reaksiya daxil olan bromol sayı yenə müqayisə olunubdur. Atom radiusunda müqayisə eləyəcək axırda. Yəni, bərabər kütlədə götürəndə M-i az olandan daha çox miqdarda götürülür. Və daha çox miqdarda olanda daha çox da burada brom sərf eləyir özünə. Yəni, N3 əgər daha çoxdursa, böyükdürsə, yəni çox brom sərf olunubsa, bu maddədən çox miqdarda götürülüb, deməli kütləsi az imiş. N3-ün qabağında nə durur? Z. Z-in deməli kütləsi ən azdır. Bu olsun flor. Halogenlərdən flor, xlor, brom kimi düşünək. Florun kütləsi yuxarıda olan azdır da, aşağıya doğru kütlə artır axı. Bu olsun flor. N3-dən sonra N2 gəlir. O da biraz ondan çox kütləli xlor olsun. Sonra M1 gəlir. M1-də olsun brom. Niyə bromdan az miqdardadır miqdar? Çünki bromun kütləsi ən çoxdur. Ən çox olan da ondan az miqdarda götürülür, bərabərləşdirmək üçün. Və az götürəndə az da brom sərf olunur. Flor niyə çoxdur? Florun kütləsi azdır. Az olan da bundan çox miqdarda götürəcəyik. Çox götürəndə çox da brom sərf olacaq. Halogenlərimizi belə müəyyən etmiş oluruq. İndi atom radiuslarını müqayisə eləyəndə atom radiusu flordan broma doğru. Yəni 3 dənə olduğuna görə brom deyirəm. Yəni flordan aşağıya doğru atom radiusu artır. Yəni bromunki daha yüksək olacaq. R1 yüksəkdir xlordan, yəni R2-dən. Onunki da flordan, yəni R3-dən. 1, 2, 3. 1, 2, 3 C variantı. Yenə o sualdandır. Yenə N1 böyükdürsə, çox sərf olunubsa, deməli, bu kütləsi az olandır. Az olan X olsun flor. Sonra N3 gəlirsə, N3-ə xlor, ən az miqdarı olanda ən çox kütləli, yəni Y-də brom. Yenə radiusu müqayisə eləmək. Radius aşağıya doğru artacaq. Yəni bromunki daha yüksəkdir, yəni R2 yüksəkdir. Xlor olandan, yəni R3-dən. O da yüksəkdir florunkindən, yəni R1-dən. 2, 3, 1. 2, 3, 1. Y variantı. 95-ci sual. Deməli, iyonları verib, protonların sayılarını verib, deyir, Y mənfi iyonunun elektronlarının sayı, birinci buradan başlayırıq. Y mənfi iyonunun elektronlarının sayı
Neon atomunun, neonda da elektron ondur. Neon atomunun elektronun sayının 8 vahid çoxdursa, ondan 8 vahid çox, yəni 18-dirsə. Deməli bu Y mənfinin elektronu 18-dir. Sağ tərəfinə yazıram 18. Onda bu Y-in protonu neçə olar? Proton da olar 17. Mənfi yüklüdür. Elektron alıb 18 olub. Deməli 17 imiş, bir elektron qəbul eləyib olub 18. Deməli Y-in protonu oldu 18. Y-in protonunun bizə cədvəldə A ilə işarə edilib. Deməli A 18. Daha doğrusu 18 olmadıq, proton 17 oldu. Deməli A olacaq 17. Elektron 18 idi. Proton 17 dedik. Deməli, onda A-nın yerinə 17 qoysaq, X-də A çıx 8. Yəni 17-dən 8-in çıxanda 9 eləyəcək. Z-də A üstə gəl 18. 17-nin üstə 18 gələndə neçə eləyəcək? Deməli, 35 eləyəcək. Artıq halogenləri təyin eləmiş olduq. Nə cür təyin eləmiş olduq? İndi əgər bilirsinizsə, protonlar sayı 9 olan fluordur, qeyd edirik. 17 olan xlordur, 35 olan bromdur, qeyd edilir. İndi bilməsək də, belə yəni tanımasaq da bilərik ki, yuxarıdan aşağı halogenlər artdıqca, yəni yuxarıdan aşağı gəldikcə proton sıra nömrə artır. Yəni 35 olan ən aşağıdadır, Z ən aşağıdadır, 17 olan Y üstdədir, X də daha üstdədir. Yəni bu cür bilmək olar. İndi deyir ki, ionların anodda oksidaşma ardıcılığı müəyyəndir. İndi bu elektroliz prosesi ilə bağlıdır. Yəni ondan bağlı bir sualdır. Həm ondan, həm halogenlə, həm də elə dövrü qanun bölməsi, atom quruluşu bölməsinə bağlıdır. Deməli burada artıq biz halogenlərimizi təyin elədik. Yəni halogenlərin özlərini də bilsək daha yaxşı, bilməsək də bilərik. Deməli belə bir ardıcılıq var ki, kükürd 2 mənfi, yod mənfi, brom mənfi, xlor mənfi, OH mənfi, sonra SO4 2 mənfi, oksigenlilər, axırda da fluor mənfi. Və deməli, bu anionlar deməli oksidləşirlər. Yəni reduksiya edicilik xassəsi göstərirlər. Deməli, sağdan sola bunların oksidaşma ardıcılığı artır. Oksidaşma ya da reduksiya edicilik də artır. Sağdan sola artır. İndi oksidaşma deyir anodda oksidaşma ardıcılığını. Həm də anodda oksidaşma, yəni anodda ayrılma prosesi asanlaşır. Yəni sol tərəfdəki daha tez ayrılır. Deməli, artma ardıcılığı ilə üzəcəyik. Anodda oksidaşma, yox, artma demir. Deyir anodda oksidaşma ardıcılığı. Bax, bunu bəzən indi şagirdlər qarışdırır. Sağdan sola oksidaşma artır deyəndə biz durub sağdan sola istiqamətdə düzməyəcəyik. Bu bizə elə demir. Bu deyir ki, anodda oksidaşma ardıcılığını, yəni ən soldakı birinci oksidləşəcək. Oksidləşmənin artma ardıcılığı demir ki, burada artma. Mən düzün birinci deyim, onda ən sağdakı, yəni fluor, sonra deyim ki, xlor, sonra brom. Belə düzərik, onda da səhv olar. Bu deyir oksidləşmə ardıcılığı. Yəni ilk soldakı daha tez oksidləşəcək. Ən soldakı bunlardan hansıdır? Bromdur. Deməli Z oksidləşəcək, Z mənfi. Sonra xlor, ən tez brom oksidləşəcək. Sonra xlor oksidləşəcək. Xlor hansıydı? Y mənfi. Ən gec də, yəni fluor, yəni X mənfi. Bu ardıcılıqla biz burada seçərik. Z, Y, X. Bu da olacaq Y variantı. Yəni desəydi anodda oksidləşmənin artma ardıcılığı ilə düzün, sağdan sola artırdı. Əksin X, Y, Z düzərdik. Amma anodda oksidləşmə ardıcılığı, yəni hansı birinci oksidləşir? İkinci hansı oksidləşir? Üçüncü hansı oksidləşir? Yəni o mənada. 96-cı sualda deməli X su ilə reaksiya daxil olub H2O əmələ gətirib. Y su ilə reaksiya yerinə H2 O2 əmələ gətirib. Deməli Y fluordur. Fluor çünki su ilə bu şəkildə girir. Fluorun oksijeni turşusu yoxdur. Z də yoddur. Çünki yod su ilə reaksiyaya girmir. Amma xlor da bromla hər ikisi də girir. Onsuz da fluorla yodun ortasına düşür. Xlor da, brom da. X-i yəni istəsək xlor kimi, istəsək brom kimi təsəvvür edə bilərik. Onsuz da aradadır, ortadadır. İndi atom radiusunu müqayisə eləyəndə, yəni fərqi yoxdur onun. Atom radiusu fluor, xlor, brom. Yuxarıdan aşağı artır. İndi artma ardıcılığı ilə, yəni böyükdən kiçikdə belə düzəcək. Böyükdən kiçiyə düzəcək. Yəni nə böyükdür, nədən? Deməli, hansı böyükdür? Bromunki. Brom hansıdır burada? Deyəcək ki, brom, axı mən burada brom qeyd eləməmişəm. Yod var burada. Brom silib, bunu yod eləyək. Yod. Ya xlor silib brom eləyərik.
Yəni bu ortada onsuz xlorla brom. Amma yod mütləqdir, yod var burada. Deməli atom radiosu ən yüksək olacaq yodda. Yəni Z-də. Z-də böyükdür xlordan, yəni X-dən. O da çox olacaq flordan, yəni Y-dən. Z, X, Y. C variantı. 97-ci sual. Yenə belə bu natrium H deyir. Yenə bərabər kütlədir. Buna aid görürsünüz, burada çox sual var. Bərabər kütlədə götürəndə yenə az emer olandan çox götürəcək, çox olandan az götürəcək. Yəni bu müqayisənin tam əksi olacaq. N1 böyükdürsə, deməli H2-in kütləsi ən azdır. Ən az hansıdır? Flor. N2 gəlirsə sonra bu olsun xlor. Sonra N3 gəlirsə kütləsi ən çox olan bunların içindədir. Yəni yod da yazarıq, brom da fərqi yoxdur. Bu da olsun brom, yəni ardarda idi. Deməli, burada da artıq halogenlərimizi təyin eləmişiksə, onlar oksidaşdırıcılıq xassəsi flora doğru artır. Florda ən yüksəkdir. X də ən yüksəkdir. Yəni X ən sağda yazıram. Ondan sonra xlorda biraz zəifdir. Yəni Y ən zəifdə brom, yəni Z. Z2, Y2, X2. Z, Y, X. A variantı. 98-ci sual. Bəsit maddələrin birbaşa qarşılıqlı təsirindən alınmır. Kükürt yodla reaksiya daxil olmadığına görə kükürt yodu ki, yəni birbaşa alına bilməz. Amma kükürt florla daxil olur deyə ikinci alınır. Fosfor hidrogenlə daxil olmur deyə pH 3 ala bilməz. Amma kükürt xlorla daxil olub bu birləşməni alınır. Yəni deməli alınmır 1-3. 99-cu sual. Bəsit maddələrin birbaşa qarşılıqlı təsirindən alınmır. Elə biri birdir. Çünki halogenlər oksigenə girmir. Var, bu birləşmə mövcuddur, amma birbaşa alınmır. İkinci mümkündür, silisium florla girir. Amma alüminium da hidrogenlə girmir. Birbaşa qarşılıqlı təsirdə olmur. Amma kükürt florla daxil olur. Alınmır 1-3. 100-cü sual. Hansı halogenləri onların duzlarını suda məhlulun elektrolizindən almaq olar? Suda məhlulun elektrolizindən yodu ala bilirik. Xloru ala bilirik, brom ala bilirik. Amma florda suda məhlulun elektrolizində anodda oksigen əmrə gəlir, flor əmrə gəlmir. Floru sadəcə ərintin elektrolizindən ala bilərik. 101. Bəsit maddələrin birbaşa qarşılıqlı təsirindən alınır. Xlor oksigenlə girmir, alınmayacaq. Alüminium hidrogenlə girmir, alınmayacaq. Amma silisium flor 4, S flor 6, yəni silisium florla, kükürt florla daxil olur deyə almaq olur. Sonra 102-ci sualda yenə bəsit maddələrin birbaşa qarşılıqlı təsirindən alınmır. Alınmır, xlorun oksigenlə reaksiyası getmir. Biri odur. Silisiumda deməli hidrogenlə daxil olmur. Ona görə biri də bu olacaq. Silisium H4 dolayı yolu alınır. Amma silisium florla daxil olur. Natriumun da üzərinə oksigen gələndə elə buradan birbaşa alınır. Natrium peroksid, natrium 2O2 bu da alınır. Alınmayan deməli 1-3. 103-cü sualda deməli, natrium X-in üzərinə brom gələndə natrium brom üstəgəl X2 alınırsa, brom nəyə çıxarar? Brom yodu çıxarar. X burada yoddur. İndi X halogeni üçün nə olur? Bromdan yod çıxara bilər axı. Deməli, bu yod haqqında indi deyir qazdır. Bu yanlışdır. Çünki yod bərkdir. Adi şəraitdə bərk alır. Bəli, bu doğrudur. Sonra spirtdə məhlulu yaraların dezinfeksiyasında istifadə olunur. Bəli, bu da doğrudur. Su ilə şiddətli reaksiya daxil olur. Yod su ilə daxil olmur. Reaksiya daxil olmur. Deməli, doğru cavab 2-3. 104-cü sual. Reaksiya sxemində verilmiş hansı mərhələ mümkündür? Deməli, birinci kalium floridin üzərinə su gələndə elektrolizdən flor alınır. Dedik ki, məhluldan flor alınmır. Anodda, yəni burada oksigen alınmalıydı. Ərinti olanda alınır. Bir mümkün deyil. Flor xloru çıxarır. Bəli, 2 mümkündür. Xlor hidrogendən H-xlor alınır. 3 də mümkündür. Gümüş durub H-xlorla reaksiya girib, gümüş xlora məl. Yanlışdır bu. Gümüş H-xlorla girmir. Çünki hidrogeni çıxara bilmir. 4 yanlışdır. Gümüş xlor da natrium H-la, o da yanlış. Çünki gümüş xlor çöküntüdür. Çöküntü durub əsasına reaksiyaya girməz. Doğru cavab 2-3. 105-ci sual. Hansı ifadələr doğrudur? Flor maksimum oksidaşma dərəcəsi müsbət 7-yə bərabərdir. Bu yanlışdır. Çünki flor -1 bir də 0 göstərir. Həyəcanlana bilmədiyinə görə xarici təbəqədə boş D orbitalı yoxdur. Həyəcanlana bilmir, yəni 7 göstərə bilməz.
İkinci, xlor soyuq kalium hidroksid məhluluna keçirdikdə JaVe suyu adlanan məhlul alınır. Bəli, bu doğrudur. Xlorun üzərinə kalium OH gəldiyində burada alınır kalium xlor O, bir də su. Bu qarışıq JaVe suyudur, soyuq halda olur. Temperatur olsa kalium xloru O3 alınır, o JaVe suyu adlanmır. Sonra brom, qırmızı qonur rəngli, buxarı zəhərli olan mayıdır. Bəli, bu da doğru ifadədir. Yod yalnız duzların ərintisinin elektrolizlə alınır. Bu səhvdir. Bu flyordur, yalnız duzun ərintisinin elektrolizlə alınır. Yod həm ərinti, həm də məhlulun elektrolizlə alınır. Bu yanlışdır. Doğru cavab 2-3. 106-cı sual. Hansı reaksiyalar getmir? Birinci gedəcək. Düzdür, turşudur H-flyor. Silisium O2 də turşu oksiddir, amma bu reaksiya gedir. Buradan silisium flyor 4 plus H2O alınır. Amma H-flyor digər turşu oksiddə olan SO2-dən reaksiyaya getmir. Sonra civə H-flyorla reaksiya girib buradan hidrogen çıxara bilməz. Ona görə üçüncü də getmir. Aktivlik sırasında hidrogendən sağda gələn metallar girmir. Amma H-flyor üzərinə natrium oksid gələndə bu gedər. Çünki biri turşu, biri əsası oksid. Buradan alınır natrium flyor, üstəgəl H2O. Getmir 2-3. 107-də hansı reaksiyalar getmir? Deməli birinci gedəcək. Çünki turşu ilə əsası oksiddir də. Buradan alınır mis, brom 2, duz, bir də su. Amma turşu olan H-brom, turşu oksidi CO2-dən girməz. Bir dənə turşu oksidi ilə girən H-flyor, silisium O2 bunlardır. İkinci getməyəcək. Üçüncü xlor bromu çıxarır. Gedəcək H-xlor, üstəgəl brom 2. Dördüncü, gümüş hidrogeni çıxara bilməz deyə H-bromla reaksiya getmir. Deməli 2-4. 108-ci sual. Əvvəlcə flyor burada X-i çıxarıb, X də bromu çıxarıb. Deməli X xlordur. X xlordur. Çünki flyorun çıxardığı, flyor hamısını çıxara bilər. Sadəcə flyorun çıxardığı da bromu çıxarıbsa, deməli bu xlordur ortada. İndi xlor üçün hansı ifadə doğrudur, onu müəyyən etməliyik. Tünd bənövşəyi rəngli bərk maddədir. Bu yanlışdır. Çünki sarımtıl yaşıl rənglidir. Zəhərli qazdır, bəli, bu doğrudur. Xlordur, doğrudur. Yalnız oksitləşdirici, xeyr, bu flora aiddir. Flor yalnız oksitləşdirici. Xlor həm oksitləşdirici, həm reduks edicidir. Deməli, doğru cavab 2-3. 109-cu sual. Flyor X-i çıxarıb, X də bromu çıxarıb, yenə X xlordur. Xlor haqqında doğru ifadədir. Qırmızı qonurdur, xeyr. Sarımtıl yaşıl rəngli də doğrudur. Bir də xlordur ifadəsi doğrudur. 2-4. Yalnız oksitləşdirici deyil. İndi də dedik ki, həm oksitləşdirici, həm də reduks edicidir. 110-cu sualda deməli X, Y və Z halogenlərə aiddir. Deyir, X əvvəlcə bir dənə ipucu verib, X adi şəraitdə mayedirsə. Deməli, X nə oldu? X bromdur. Deməli, X2 brom 2-dir, yəni. İndi bromu, yəni buradan bromu çıxardıq Y. Y-də Z çıxardıq. Deməli, bromu çıxardan Y xlordur, xloru da çıxaran Z flyordur. Deməli, Y2 xlor 2, sonra da Z gəlir. Z2, Z2. Bu da flyor 2. İndi doğru reaksiyaları müəyyən edək. Z su ilə, Z dedik flyordur. Flyor su ilə H flyor üstəgəl O2 əmələ gətirir. Bəli, düzdür. Flyor 2-nin üzrə su gələndə H flyor üstəgəl O2. Doğru reaksiyadır. Yəni bir doğrudur. Y-in üzərinə oksigen gəlir. Xlor oksigenlə xlor 2 O7 yanlış. Halogenlər oksigenlə girmir. Y dedik xlordur. Xlor dəmirlə dəmir xlor 3. Bəli, dəmir Y3 əmələ gətirir. Bu doğrudur. Z flyordur. Flyorun oksigenli dozu ola bilməz. Oksigenli turşusu yoxdur deyə, yəni bu da mümkün deyil. Bu flyorun üzərinə natrium OH gələndə reaksiya belə gedir. Natrium flyor üstəgəl O flyor 2 plus H2O. Yəni 4 yanlışdır. Doğru cavab 1-3. 111-ci sualda xlor X-i çıxarıb, X də yodu çıxarıb. Deməli, X bromdur. X bromdur. Çünki brom yodu, xlor bromu çıxarar, həm də yodu çıxarar əslində xlor. Amma yodu da çıxarıbsa bu X, demək X də bromdur. İndi brom haqqında doğru, yəni ümumiyyətlə baxırıq da, yəni suallara, doğru ifadələr. Yəqin ki, yenə söhbət brom haqqında gedir də. Deyir X2 halogeni adi şəraitdə, əvvəl buranı qeyd edib. Tünd bənövşəyi rəngli bərk maddədir. Bəli, bu doğru. Tünd bənövşəyi bu yoda aiddir. Söhbət bromdan gedir. Qırmızı qonur rəngli mayedir. 2 doğrudur, 1 yanlışdır. Açıq sarı rəngli yanlışdır. Sonra H2 və gümüş NO3 məhlulları arasında reaksiyadan alınır.
Buradan alına bilər. Yəni bu H brom olsa, buradan gümüş brom çöküntüsü alınar. Necə? H2 X nədir burada dedik? Bromdur. Və gümüş NO3 arasında reaksiyadan alınır. Bu reaksiyadan durub yəni halogen olaraq brom mu alınsın? Xeyr, buradan gümüş brom çöküntüsü alınır. Bir də HNO3. Yəni buradan brom alına bilməz, söhbət halogenə gedir. Yəni üçüncü ifadə daha doğrusu bu artıq başqa bir başlıq kimi verib. İndi ona uyğun seçirik. Deyir ki, H2-dən gümüş NO3 arasında reaksiyadan alınır. Nə alınır? Onu tapmalıyıq. Yəni mən birinci səhv başa düşdüm. Deməli H2, H brom üzərinə gümüş NO3 gələndə, buradan dedim elə özüm ki, buradan çöküntü alır. Alınır gümüş brom çöküntüsü, bir də HNO3. İndi gümüş brom nə rəng çöküntüdür? Bayaq dedik, sarımtıl. Yəni 5 doğru olacaq bir də. Sarımtıl çöküntü alınır. Ağ çöküntü gümüş xlordur. Xlor olsaydı buradan ağ çöküntü alınardı. Yoddakı sarıdır gümüş yod çöküntüsü. Belə, yəni əvvəlcə bizə şərtdə X2 halogeni haqqında 1, 2, 3-ü deyir. Sonra da deyir H2-lə gümüş NO3 arasında reaksiyadan alınır. İndi ona uyğun seçməliyik. 4 doğrudur yoxsa 5 doğrudur? Belə biraz qarışıq görsəndi deyə adam çaşır. Sonra 112-ci sualda halogen XYZ kütlələri bərabər, yenə bayaqçı kimidir. Halogenlə tam reaksiya sərf olan natriumun kütləsi. Mol sayı olar, kütlə olar, fərqi yoxdur. Reaksiya sərf olan natrium çox sərf olunubsa, deməli çox miqdarda götürülüb bu halogen, deməli kütləsi ən azdır. Yəni M3 ən böyükdürsə, ən az kütləli olacaq set maddəsi, yəni fluor. Sonra M1 gəlirsə, X olacaq xlor. Sonra M2 ən az sərf olunubsa bura natrium, deməli az miqdarda götürülür. Deməli kütləsi ən çoxdur, yəni bromdur. İndi hansı reaksiyalar gedər? Artıq bildik, bax, indi yerinə qoysaq. Z fluordur, X də xlordur. Xlor fluoru çıxara bilər? Xeyr, bir getmir. Sonra Y bromdur, Z də fluordur. Bəli, Z hamısını çıxarar. Fluor, yəni çıxarar Y, yəni bromu. 2 doğrudur. Hansının üstə Z gəlirsə o gedəcək. Z hamısını çıxaraq. 2 də gedir, 3 də gedir. Sonra 4-də X, Y çıxarmaq istəyir. Yəni xlor bromu. Bəli, bu da gedəcək. Sonra 5-də X, Z. Z fluoru çıxaramayız axı, heç biri. Ona görə elə doğru cavab 2, 3, 4. 113-cü sual. X, Y, Z və T halogenlərindən X-in radiusu Y-dən kiçik, Z-dən böyükdür. T ən asan elektron alır. Ən asan elektron alan fluordur. Sadəcə, hətta belə deyək də, fluor yalnız elektron alır, elektron vermir. Yəni T ən yüksəkdəkidir. Sonra deyir X-in radiusu Y-dən kiçik, Z-dən böyükdür. Radius axı aşağı doğru artır. Deməli X ortadadır. Y-dən kiçikdirsə, Y deməli ən aşağıdadır. Ki X Y-dən kiçik radiusa maiddir. Amma Z-dən böyüksə Z də ortadaymış. Həqiqətən bir dənə fikir verin. T indi o heç bir dənə, yəni ən asan elektron alan fluorda ən yüksəkdə yazılır onu. İndi X-in radiusu Y-dən kiçik. Axı radius yuxarıdan doğru aşağı artır. Bura doğru radius artır. İndi X Z-dən böyükdür. Görürsünüz Z-dən böyükdür. Y-dən kiçikdir, Y-dən üstədir. İndi baxaq görək hansı reaksiyalar mümkündür. Yenə bir-birini çıxarmasına aiddir. T hər birini çıxara bilər. Yəni T gəlir isə üzərinə doğrudur, gedəcək. Sonra Z, məsələn ikincidə Y T-ni çıxarmaq istəyir. T-ni heç biri çıxara bilməz. İçəridə T olanlar getməyəcək, yəni tuzlu şəklində. Sonra üçüncüdə Z Y çıxarır. Z bəli, X-i də çıxarar, Y də. 3 doğrudur. Hətta X-i də çıxarar dedik, 5 də doğrudur. Sonra 4-də X Z-i çıxarmaq istəyir. Yanlışdır, özünün üstdəkini çıxara bilməz. X Y çıxarar, 6 doğrudur. Deməli, burada 1, 3, 5, 6 olacaq doğru cavab. Yenə 114-cü sual. Eyni tipli bir sualdır. İndi Z ən asan elektron verir. Z ən yüksəkdədir. Yox, Z ən asan elektron verir deyir. Bayaq alır deyirdi. Ən asan elektron vermək artıq fluora aid deyil. Fluor elektron vermir. Elektron vermək qabiliyyəti reduksiyicilikdir. Reduksiyicilikdə yuxarıdan aşağı artır. Deməli, Z ən aşağıdakıdır. Ən yaxşı elektron verir. Aşağıya doğru elektron vermək artır. Yuxarıya doğru elektron almaq artır. Z ən asan elektron verəndə ən aşağıdadır. Sonra X-in radiusu Y-dən kiçikdir.
T-dən də böyükdür. T-dən böyükdürsə, X T-dən aşağıda yerləşir. Y-dən yuxarı. Çünki Y-dən kiçikdir, aşağıya doğru axı radius artır. Deməli, X Y-dən kiçikdir, yəni Y-dən üstədir. T-dən böyükdür, yəni T-dən aşağıdadır. Yəni, bunların ortasına düşür. Artıq məlum oldu. İndi T hər birini çıxara bilər. Yəni, məsələn, indidən deyək ki, 3 doğrudur. T çıxarmağa çalışır da. X də Y-dən Z-i çıxarar. 1 doğrudur, X Y-i çıxarmaq istəyir. Sonra X Z-i də çıxara bilər. 6 da doğrudur. İndi ikinciyə baxaq. Z T-ni. Z heç birini çıxaramaz. 2 yanlışdır. Y Z-i. Y özündən sonra gələn Z-i çıxarar. 4 doğrudur. Z Y xeyr. Y Z-i çıxarır. Z üstəki Y çıxara bilməz. 1, 3, 4, 6. 115-ci sual. Xlorun oksigenli turşuları birləşmədə xlorun oksigenləşmə dərəcəsi. Yenə oksigenli turşuları bir dənə qeyd edək. H xlor O, H xlor O2, H xlor O3, H xlor O4. İndi bu xlorun oksigenli turşuları birləşmədə xlorun oksigenləşmə dərəcəsi. Dərəcələrinə görə. Dərəcələri bir dənə qeyd edək. Xlor burada müsbət 1, müsbət 3, müsbət 5, müsbət 7. B ən böyükdürsə, B 7 olandır da, yəni. Deməli, B-yə yazıram, bura 7. Sonra A gəlir. A olacaq 5. Sonra D gəlir. Bu da 3. C də 1. İndi deyir ki, X və Z moleküllərində olan atomların sayını müəyyən edin. X hansı maddə olacaq? 5 olan. H xlor O3, yəni X maddəsi budur. Z hansıdır? Z də deməli 1 olan, müsbət 1 olan, yəni H xlor O. Z də budur. Bunların atomların sayını cəmini tapmalıyıq. X-də atomun cəmi H xlor O3-sə 1 hidrogen, 1 xlor, 3 dənə oksigen. Edir 5-dir. Z-də də 1 hidrogen, 1 xlor, 1 oksigen. 3. 5 dənə də 3-ün cəmi. Eləyəcək 8. 116-cı sual. Uyğunluğu müəyyən edin. Deməli, X fluor olacaq. Çünki küşür fluorla reaksiya girəndə S fluor 6 alınır. S fluor 6. Fluor elektromənfiliyi ən yüksək olan elementdir. Elektronu almaq qabiliyyəti yüksəkdir. Ona görə bu şəkildə girir. Yəni 6 valentli olur. Deməli, birinci A olacaq. Sonra oksigenlə reaksiyaya girib OX2. Oksigenlə deməli, oksigenlə halogenlər reaksiyaya daxil olmur. Heç bir daxil olmur. Yəni B variantı heç birinə aid deyil. Kükürdlə reaksiyasından S2X2 bu xlordur. İkinciyə C olacaq. Xlor gələndə kükürdün üzərinə S2 xlor alınır. Karbonla reaksiyaya girib CX4. Halogenlərdən karbondan bir dənə fluor girir. Deməli, birinciyə götürəcək D-ni. Kükürdlə reaksiyaya girməyən yoddur bu. Yod kükürdlə daxil olmur. Deməli, 3-ə də Y-dir. 1-ə AD, 2-ə C, 3-ə Y. 117-ci sual. Uyğunluğu müəyyən edin, tətbiq sahələrdir. Deməli, doymamış karbhidrogenlərin təyini. Bu broma aiddir. 1, 2, 3. Deməli, bu 1-ə aiddir. A. İçməli suyun dezinfeksiya edilməsi. Bu xlora aiddir. Xlorla dezinfeksiya olunur. 2-ə B. Ağarcı əhəngin alınması. Ağarcı əhəngin alınması bu xlorun kalsium hidroksidlə reaksiyasından alınır. Buradan kalsium xlorid, kalsium hipoklorid, bir də su alınır. Ağarcı əhəng qarışığı odur. Deməli, bu qarışığa yəni ağarcı əhəng deyilir. Yəni xlora aiddir. İkinciyə götürəcək C-də. Yaraların dezinfeksiya edilməsi. Bu yoda aiddir. 3-ə D. Kibrit istehsalı. Deməli, kibrit istehsalında deməli, xlor, yod, deməli, burada kibrit istehsalında yoddan istifadə olunur. Yoxsa yox, heç birini. Yəni, halogenlərin kibrit istehsalında ümumiyyətlə nə iş var? Kibritdə kükürdür, fosfordur. Bunlardan istifadə olunur. Yox, heç birinə aid deyil. Yəni, Y variantı heç birinə aid deyil. Deməli, 1-ə A, 2-ə B ilə C, 3-ə də D. Kibrit istehsalı heç bir ümumiyyətlə halogenlərin kibritdə yəni nə iş var? Bir anlıq düşünəndə ki, hansına aiddir? Yəni, heç birinə aid deyil. Sonra, 118-ci sual. Uyğunluğu müəyyən edin. Maksimum oksigenləşmə dərəcəsi. Maksimum oksigenləşmə dərəcəsi yəni eyni olanda, indi biz deməli bu birinci hər üçünə aiddir. İkinci fluorla xlora aiddir. Üçüncü xlorla broma aiddir. İndi maksimum oksigenləşmə dərəcəsi
Xlorla bromunki eynidir. Çünki hər ikisində müsbət 7-dir. Yəni 3-ə götürərik. Mən burada yazım 1, 2, 3. Dəqiqə 1, 2, 3. Deməli, xlorla brom. Yəni 3-ə aiddir A variantı. Minimum oksijləşmə dərəcəsi. Minimum hamısına aiddir. Hamısına minimum -1-dir. Yəni birinciyə götürəcək. Birinciyə B-ni. Bəsit maddələrin adi şəraitdə aqreqat halı. Flor qaz, xlor qaz, amma brom maye. Yodda bərkdir. Deməli, eyni olan aqreqat halları, yəni maddələrin aqreqat halları qaz-qaz ikinciyə götürəcək. Həm flor, həm xlor əhatə edir. İkinciyə götürəcək C-ni. Normal vəziyyətdə cütləşməmiş elektronların sayı. Cütləşməmiş elektronun sayı normal vəziyyətdə hamısında P üstü 5 ilə bitir. Yəni bir dənə tək var. Üçünə də aiddir. Biri həm də D. Sonra Y variantında deyir, maksimal həyəcanlanmış halda cütləşməmiş elektron sayı. Bu, xlorla broma aiddir. Çünki onlar hər ikisi, hətta yoda da aiddir, həyəcanlanır, 7 tək elektron olur. Yəni, müsbət 7 oksijləşmə dərəcəsi göstərirlər. Yəni, xlorla broma, yəni 3-cüyə aiddir Y. 3-ü həm A, həm də Y. 1-ə B-dir, 2C, 3A, Y.